Peyğəmbər dedi ki, bir dəfə desə la ilahə illallah, cənnətdə onun adına bir ağac əkilir. Bir nəfər durdu dedi, ya Rəsulullah, onda bizim cənnətdə nə çox ağaclarımız var. Dedi, niyə? Dedi, indiyənə qədər gör nə qədər la ilahə illallah demişik. Dedi, amma ehtiyatlı da olun ha. Elə bir günah eləməyin ki, onlara tərəf od göndərib onlar külə döndərməz. Quranda ayə var, yaxşılıqlar pislikləri silib aradan apardığı kimi, bəzi pisliklər, günahlar da var ki, yaxşılıqları silib aradan neyini. Görürsünüz, adam var, 20 ildir əziyyət çəkib, cəmaət içində hörmət qazanıb, bir dənə xoşa gəlməyən ən pis əyri hərəkəti 20 il vurdu. Sirdə aparlar. Bəzən də görürsən ki, adam var, cəmaət onu cəmiyyətdə cinayətkar kimi tanıyırdı, oğru kimi. Gəldi, dəyişdi, elə bir insan oldu ki, bugün cəmaət onu göstərir, deyir, bu kişi kim olur. Həqiqi tövbə edən var, belə olur. Ona görə Allah deyir ki, heç kimə gülmə, heç kimi bilmədən mühakimə eləmə. Kimin ayaqqabısını Allah sənə giyindirəcək bilmirsən.